Laçın sərhəd buraxılış məntəqəsinin qurulmasından 3 il ötür. 2023-cü il aprelin 23-də Azərbaycanın Laçın rayonunda Ermənistanla sərhəddə buraxılış məntəqəsinin qurulması ilə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrinin silahla təchizatı məhdudlaşdırıldı. 2020-ci il tarixli üç tərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazilərində qalan tör töküntülərinə silah-sursat, hərbi vasitələr, canlı qüvvə göndərirdi. Eyni zamanda aprelin 22-sində Ermənistan tərəfindən bu qanunsuz daşımaların daha rahat şəkildə həyata keçirilməsi üçün Azərbaycan ilə sərhəddə Laçın yolunun girişində nəzarət buraxılış məntəqəsi qurdular. Buna adekvat cavab olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi açıldı. Təbii ki, bu sərhəd keçid məntəqəsinin qurulmasından ölkəmizə qarşı istifadə etmək istəyən, bunu qeyri-qanuni hesab edən qüvvələr də az olmadı. Amma bu məntəqə ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım idi və beynəlxalq hüquq normalarına əsaslanırdı. Bu məntəqənin qurulması Qarabağdakı erməni dəstələrinə dəstəyi məhdudlaşdıraraq gələcək böyük təxribatların qarşısını aldı. Beləliklə, ərazilərimizin qanunsuz erməni silahlılarından təmizlənməsi prosesi başlandı. Bu, həmçinin Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistanda planlaşdırıldığı kimi uzun müddət qalmalarının perspektivsizliyini ortaya çıxaran çox mühüm faktorlardan biri idi. Belə ki, separatçıların Qarabağı tərk etmələrində, rejimin özünü buraxmasında, Rusiya hərbi kontingentinin Azərbaycan torpaqlarından çıxarılmasında, hətta Qazaxın eksklav olmayan 4 kəndinin geri qaytarılmasında da məhz 3 il öncə atılan bu addım çox mühüm rol oynadı. Laçında sərhəd keçid məntəqəsinin açılması Azərbaycanın öz torpaqları üzərində suverenliyini tam təmin edəcəyini və bunun üçün bütün riskləri gözə almağa hazır olduğunu ortaya qoyan ən mühüm hadisə idi. Proseslərin sonrakı gedişi də bunu təsdiqlədi.